Prezident İlham Əliyev iyulun 11-də Laçında Həkəriçay su anbarının təməlini qoyub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəriçay üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Həmçinin su buraxma qabiliyyəti saniyədə 8 kubmetr olan, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. Qeyd edək ki, Həkəriçay su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.